Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün sizə şərt operatorlarından danışacağam. Qeyd edim ki, lövhənin bu tərəfini kod yazmaq üçün, digər tərəfini isə yazdığımız kodların nəticələrini görmək üçün istifadə edəcəyik. Yəni, bu bizim RAM pəncərəmizdir. Gəlin başlayaq. Qeyd edim ki, Pythonda şərt ifadə etmək üçün if açar sözündən istifadə olunur. Bundan əlavə olaraq bilməliyik bəzi məntiqi şərt operatorlarını, hansı ki, Pythonda bərabərdirmi yoxlamaq üçün iki bərabərlik işarəsindən istifadə edirik. Bu bərabərdirmi şərtini yoxlamaq üçündür. Sonra böyükdürmü, kiçikdirmi, eyni şəkildə böyük bərabərdirmi, kiçik bərabərdirmi, bərabərdirminin tam əksi fərqlidirmi işarəsini isə nida bərabər ilə göstərə bilirik. Bunun kimi şərt operatorlarımız var. Ümumiyyətlə, Pythonda dedik, şərt yazarkən biz if-dən istifadə edirik və şərt operatorlarını adətən if-in daxilində, if-in şərtində və yaxud elifin şərtində görə biləcəyik. Düzdür, biz bunu müəyyən dəyişənlərə də mənimsədə bilərik. Tutaq ki, deyərəm, k dəyişəninə mənimsə 4 fərqlidirmi 3-dən bu ifadənin məntiqi nəticəsi 4 fərqlidirmi 3-dən? Hə, fərqlidir. Yəni, bu true olacağına görə k dəyişəninin qiyməti olacaq true. Yəni, bu formada da istifadə mümkündür, görə bilərsiniz. Deməli, dedik ki, biz adətən if daxilində görəcəyik şərt operatorlarını. Deməli, if-in yazılış sintaksını necədir? Birinci yazırıq if. Daha sonra yoxlanacaq şərti qeyd edirik. Şərt. Əgər bu şərt ödənsə, əgər bu şərt doğru olsa və bizə true nəticəsi qaytarsa, onda if-in daxilində yazacağımız kod icra olunur. If-in daxilində yazacağımız kod, proses icra olunur. Yox, bu şərt ödənməsə, yenidən qayıdır ana sətrə, belə deyək, davam edir proqramımız icra olunmağa və yaxud yekunlaşır. Deməli, if-in yazılışı necə olur? Yazdıq if, sonra şərti qeyd edirik, daha sonra şərt ödəndiyi halda icra olunacaq kodu qeyd etdik. Gəlin real nümunələrindən baxaq. Deyirəm ki, tutaq ki, bizim bir dənə A dəyişənimiz var və qiyməti istifadəçi tərəfindən girişə veriləcək, yəni input olunacaq. Integer tipdən input dedim, input. Və deyirəm ki, əgər A sıfırdan böyüdürsə, onda deyək ki, müsbətdir. Deyirəm ki, yenə diqqətli olaq, əgər, yəni if, A böyükdürsə sıfırdan, onda nə deyək? Deyək ki, müsbətdir. Print, plus işarəsi deyək, qısaca müsbətdir. Bu zaman kodu icra edəsək və A-nın qiyməti üçün biz girişə tutaq ki, 5 versək, daha sonra proqram bizə nəticə etibarilə plus qiyməti çıxışa verəcək. Niyə? Çünki A 5 olandan sonra if-in şərti yoxlanılır və həqiqətən şərt ödədiyinə görə, şərt doğru olduğuna görə, bizə true nəticə qaytardığına görə print plus işarəsi icra olunur. Ekrana əks olunacaq nəticə bu formada olacaq. Şərt ödənməsə isə, sadəcə keçəcək yenidən ana sətrə, yəni bura qayıdacaq. Yəni, əgər mən tutaq ki, burada yazmış olsaydım ki, print son, bu yazdığım print də işləmiş olacaqdı və ekrana həmçinin burada son yazılmış olacaqdı. Bunun səbəbi də ondan ibarətdir ki, biz dedik, diqqətli olaq, if-in şərti ödəndiyi təqdirdə icra olunacaq prosesi bir tab içəridən yazırıq. Yəni, burada müəyyən qədər cilinti qoyuruq. Bu print isə if ilə eyni sətirdən, yəni ana sətirdən yazmışam. Şərt ödənsə də, ödənməsə də bu icra olunacaq. Tutaq ki, girişə 5 yox, müsbət 5 yox, hər hansısa bir mənfi ədəd versəydim, girişə tutaq ki, mənfi 3 versəm və kodu icra edəsəm, daha doğrusu kodu icra edəndən sonra mənfi 3 versəm, ekrana yalnızca son ifadəsi əks olunacaq. Bunun da səbəbi ondan ibarətdir ki, A mənfi 3 olanda if-in şərti ödənmir. İf-in şərti ödənmədiyi üçün ümumiyyətlə bura baxılmır və keçilir yenə ana sətrə.
və print son icra olunur deyə ekrana son əks olunacaq. Bu if-in ən sadə belə deyə formasıdır. Tutaq ki, bizdən istəyir ki, girişə verilən ədədin müsbət olub olmadığını təyin edək. Yəni əgər müsbətdirsə, müsbətdir deyək. Əks halda isə deyək ki, yox, müsbət deyil. Onda nə deyərik? Deyirəm ki, yenə ədədi girişə ver. Daha sonra yoxla gör, əgər ədəd müsbətdirsə, yəni sıfırdan böyüdürsə, deyək ki, müsbətdir. Müsbət 1 müsbətdir. Əks halda isə demək üçün Pythonda istifadə olunur else açar sözündən. Deyirəm else, yəni əks halda nə? Print elə, yəni ekrana çap et. Nə deyək? Müsbət deyil. Müsbət deyil. Müsbət deyil. İndi, əgər girişə verilən kodu icra etsək, girişə 5 versək, ekrana əks olunacaq ifadə olacaq bu formada. Müsbətdir. Müsbətdir. Niyə? Çünki A-nın qiyməti 5 olanda if-in şərti ödəyir. If-in şərti ödədiyinə görə print müsbətdir, belə deyək, icra olunur. Yox, girişə müsbət ədəd yox, mənfi ədəd və yaxud girişə 0 versəm, girişə 0 və yaxud mənfi ədəd versəm, tutaq ki, desəm ki, girişə ver mənfi 2, kodu icra eləsəm, onda diqqətli olaq, A mənfi 2 olacaq. If-in şərti ödənməyəcək. If-in şərti ödənməsə, avtomatik else işləyəcək. Onda ekrana əks olunacaq ifadə olacaq, müsbət deyil. Həqiqətən də 2, mənfi 2 müsbət ədəd deyil. Və eyni şəkildə girişə mənfi 2 yox, hər hansısa bir belə deyək, 0 versək, yenə eyni nəticə. If-in şərti ödənməyəcək, çünki 0 0-dan böyük deyil. Onda ekrana əks olunacaq ifadə olacaq, müsbət deyil. Bu da else ilə bir yerdə if-in istifadəsinə nümunə ola bilər. İndi tutaq ki, ədədin, girişə verilən ədədin müsbət, mənfi və yaxud 0 olduğunu təyin etmək istəyirik. Ya, bunu da qısaldım bir qədər. Girişə verilən ədədin müsbət, mənfi və yaxud 0 olduğunu necə təyin edə bilərik? Yenə deyəcəm ki, A ədədin girişə ver. Bax gör, əgər A 0-dan böyükdürsə, onda denən ki, müsbətdir. Bir işarəsi çıxardıram. Əks halda əgər, bax, diqqətli olaq, əgər müsbət deyilsə, 2 hal var, ya mənfidir, ya 0-dır. Yenə şərt yoxlamalıyam. Deyirəm ki, yoxla gör. Yenidən if yazmayacam. Niyə? Bunu yazandan sonra bir qədər izah edərik. Deyirəm ki, elif. Elif nə deməkdir? Else və if-in birləşməsi deməkdir əslində, birləşməsindən gəlir. Elifin də bir şərti olur. Elif, if-dən asılı olan ikinci dərəcəli şərtdir. If-in şərti ödənmədiyi halda elifin şərtinə baxılır. Elifin şərtinə də qeyd edirəm ki, A kiçikdirmi 0-dan? A kiçikdirmi 0-dan? Əgər bu şərt ödənsə, onda deyirəm ki, print mənfi. Bir də bunun else-sini yazacağım yenə. Else-də isə print müsbət də deyil və mənfi də deyilsə, onda deməli 0-dır. İndi diqqətli olaq. Ədədi girişə verdim. Yoxladım ki, baxım görüm, ədəd müsbətdirmi? Əgər ədəd müsbətdirsə, plus işarəsi çap etdik. Əks halda əgər, else if, else əks halda deməkdir, if əgər. Əks halda əgər A 0-dan kiçikdirsə, onda print mənfi işarəsi minus. Əks halda isə, diqqətli olaq, else asılı olduğu özündən əvvəl şərtlərin heç biri ödənmədiyi halda icra olunur. Və else nədən asılıdır? Else özündən əvvəlki if-dən və həmin if-dən sonra gələn eliflərdən asılıdır. Yəni, if-in şərti ödənməsə elifə baxılır, elifin şərti ödənməsə avtomatik else icra olunur. İndi diqqətli olaq. Girişə əgər kodu icra edib girişə
5 qiymətini versək, 5 ifin şərtini ödədiyi üçün ekrana əks olan nəticə olacaq plus işarəsi. Yox, girişə versəm mənfi bir qiymət, tutaq ki, desəm mənfi 5 girişə verək, onda ifin şərti ödənmir, A mənfi 5-dir, elifin şərtinə baxılır. Və elifin şərti ödəndiyi üçün ekrana əks olunacaq nəticə olur minus işarəsi. Və yenə eyni şəkildə girişə 0 versəm, onda ekrana 0 əks olunacaq. Bu da bu formada. Deyə bilərsiniz ki, niyə 2 dənə if yazmırıq, elif yazırıq, fərqi nədir? Bayaq dedim ki, bir qədər sonra buna baxacaq. Gəlin belə bir ekvivalent bir şey yazmağa çalışaq. Deyirəm ki, əgər A sıfırdan böyüdürsə, bunun yerinə əgər A sıfırdan böyüdürsə yazsaq, elifin yerinə isə yazsam yenə if A sıfırdan kiçikdirsə və bir dənə də else yazsam. Diqqətli olaq. Yenə printləri də paralel şəkildə bura köçürsəm, nə deyəcəm? Print müsbət, print mənfi və print sıfır. İndi girişə A ədədi verdik. Birinci kodumuz bu olsun, ikinci kodumuz da bu. Birinci kod üçün girişə əgər müsbət ədəd versəm ekrana plus çıxacaq. Eyni şəkildə ikinci kod üçün girişə müsbət ədəd versəm, desəm ki A-nın qiyməti, yəni burada yenə yazıram ki A-ya mənimsət int tipdən input A-nın qiyməti müsbət 5 olsa, fərz edirəm, girişə verildim müsbət 5. Kodu icra edirəm, nə dedik? Əgər A sıfırdan böyüdürsə print plus. Böyükdür, nə elədim? Plus print elədim. Amma indi diqqətli olaq. Əgər A sıfırdan kiçikdirsə, plus, daha doğrusu print mənfi. Şərt ödəyir, xeyr. Çünki A 5-dir. Onda nə dedik? If ödənməyəndə else avtomatik işləyir. Və bu else, diqqətli olaq, yalnız bu if-dən asılıdır. Bu bir if-dən asılı deyil. Belə deyək, else işləyəcək avtomatik. Bu if-in şərti ödənmədiyinə görə else işləyəcək və ekrana plus çap olunandan sonra bir də 0 çap olunmuş olacaq. Yəni, nədə diqqətli olaq? 2 dənə if yazsaq, Python hər iki şərti eyni vaxtda yoxlayır. Amma əgər if, elif, else yazsaq, bu bizim üçün bir şərt bloku olduğuna görə şərtlərdən yalnız biri ödənir. Yalnız biri. Əgər ifin şərti ödənsə, plus çap edir, əks halda əgər bu şərti ödənsə, minus çap edir, əks halda 0 qiymətin ekrana çap edəcək. Yəni, birinci halda yazdığımız kodda şərtlərin hamısı bir-birindən asılıdır. Burada isə yalnız if ilə else-nin arasında asıllıq var. Bu bir if isə daha, belə deyək, müstəqil formada işlənir. Deməli, sadə if, elif, else-dən danışdıq. İndi bir qədər daha mürəkkəb versiyasına baxacaq. İç-içə yazılmış şərt nümunələri ilə davam edək. Deyirəm ki, gəlin bir yerdə baxaq belə bir məsələyə. Məsələmiz belədir. X və Y girişə verilir və X-in, Y-in girişə verilmiş qiymətlərinə əsasən biz belə deyək, koordinatları X və Y olan A nöqtəsinin hansı rübdə yerləşdiyini müəyyən etməyə çalışacaq. Deməli, X və Y-i girişə verirəm. Deyirəm, X-ə mənimsət float tipdən input Y-ə də eyni şəkildə mənimsət float tipdən input. İndi, baxaq. Əgər biz nöqtənin, koordinatları X və Y olan nöqtənin hansı rübdə yerləşdiyini tapmaq istəyiriksə, diqqətli olaq. Əgər nöqtənin X-i və Y-i müsbətdirsə, onda bu nöqtə birinci rübdədir.
Y-i müsbət, x-i mənfidirsə, onda ikinci rübdədir. Y-i mənfi, x-i də mənfidirsə, üçüncü rübdə. Y-i mənfi, x-i müsbətdirsə, bu dəfə dördüncü rübdə yerləşmiş olacaq. Bunu müəyyən eləməliyik. İndi ya x-dan ya y-dən başlayaraq yoxlayıram. Deyirəm ki, əgər if x böyüdürsə sıfırdan, x sıfırdan böyüdürsə, nəsə deyə bilərəm biz hansı rübdə yerləşdiyi haqqında? Yox. X sıfırdan böyüdürsə, yalnız onu bilirəm ki, y xəttindən sağdadır. Ya birinci, ya dördüncü rübdədir. Yəni, bir dənə də şərt yoxlamalıyam. Diqqətli olaq, if-in içinə girdim, bir dənə də if yazıram. Əgər y-də böyüdürsə sıfırdan, artıq hər iki şərtin ödəndiyi halda nə deyərəm? Print 1 deyə bilərəm, düzdürmü? Birinci rübdədir. Print 1. İndi hər iki şərtə hər cavabı versə, hər iki şərt bizə true qaytarsa, onda nə deyəcəm? Həm x müsbətdir, həm y müsbətdir. Deməli, nöqtəmiz yerləşir birinci rübdə. Deməli, gəlin əvvəldən belə bir fərz götürək ki, x-imizdə, diqqətli olaq, nöqtələrin müsbət, mənfi və yaxud koordinatlarının müsbət, mənfi və yaxud sıfır olduğu hal var. Biz fərz edək ki, x da fərqlidir sıfırdan, y də fərqlidir sıfırdan. Bunu fərz edək ki, belə deyək, daha qısa olsun da kodumuz. İkisini də yaza bilərik, problem deyil. Deməli, nə dedik? Əgər x və y hər ikisi müsbətdirsə, onda print 1. İndi bu if-in else-sini yazsam, diqqətli olaq, else. Bu else nə deməkdir? X müsbətdir, bura gəlib çıxıbsa, x müsbətdir, amma bu if ödəməyib else işləyibsə, deməli, y müsbət deyilmiş. X müsbətdir, amma y mənfidirsə, onda hansı rübdədir bu nöqtə? Print, deməli, dördüncü rübdədir. Düzdürmü? X-i müsbətdir, amma y mənfidirsə. Dördüncü rübdə yerləşəcək. İndi bu if-in else-sini yazsam, diqqətli olaq. Bu if-in else-sini yazsam, x-in mənfi olduğu hala baxmış olacam burada. X-in mənfi olduğu halda yenə y-i yoxlayıram. Əgər x mənfidir, y müsbətdirsə, onda deməli, nə deyəcəm? Print x-i mənfi, y müsbətdirsə, ikinci rübdə. Bunun else-sində isə, bu if-in else-sində isə deyəcəm, diqqətli olaq, else print 3. İndi x-i mənfidirsə else-yə düşəcək. Y-i müsbətdirsə deyəcək x mənfi, y müsbət olduğuna görə ikinci rübdə. Hər ikisinə yox cavabı versə, həm bu şərtə yox cavabı versə, deməli ikisi də mənfidir, onda düşəcək üçüncü rübə. İç-içə formada yazılmış if-lərə də bu formada yanaşa bilərik. Bunları nested conditions deyirlər. Bu formada baxa bilərik. Əgər girişə tutaq ki, nümunə vermək lazımdırsa, deyək ki, x üçün girişə verdik 5, y üçün girişə verdik 6. Qiymətlərin ikisi də müsbət olduğuna görə ekrana çap olunacaq nəticə olacaq 1. Çünki x də müsbətdir, y də müsbətdir. Əgər x-i girişə mənfi, y müsbət versəm, onda kodu icra etdiyimiz zaman ekrana əks olunacaq nəticə olacaq 2. Çünki bu nöqtə ikinci rübdə yerləşmiş olacaq. Deməli, iç-içə yazılan if-lərdən də danışdıq, iç-içə yazılmış şərt operatorlarından da danışdıq. İndi isə iki məntiqi operator haqqında danışacağım, hansı ki biri AND-dir, digəri isə OR-dur. AND və OR necə istifadə olunur Python-da? Birinci diqqətli olaq, biz bayaq fikir verdiksə, iç-içə 2 dənə if yazmışdıq. Bu strukturu artıq AND-lə əvəz edə biləcəyik bəzi hallarda. Bunu nümunə ilə indi göstərəcəm. Sualımız elə olduğu kimi qalsın. AND və OR-u izah edib, sonra yenidən eyni sualı yazmağa cəhd edək. Deməli, deyirəm ki, AND nə deməkdir? Deməli, AND ifadəsindən biz bul cəbrində qarşılaşırıq. Konjunksiya əməlidir. AND. Deyirik ki, AND operatorunun bizə true nəticə qaytarması üçün biz bunu if-in daxilində istifadə edə bilərik. Yenə eyni şəkildə. Deyirəm ki, əgər şərt AND, bir dənə də şərt.
AND operatorunun ümumilikdə bizə true qaytarması üçün, yəni bu ifin daxilinə yazacağım kodun işləməsi üçün hər iki şərt eyni vaxtda ödənməlidir. Yəni həm birinci şərt bizə true nəticə qaytarmalıdır, həm ikinci şərt bizə true nəticə qaytarmalıdır. Əgər birinci false olub, ikinci false olsa, yəni hər ikisi yanlış olsa, ifin şərti ödənməmiş olacaq. Əgər birinci false olub, ikinci true olsa, yenə ifin şərti ödənməmiş olacaq və yaxud da əksinə, birinci true olub, ikinci false olsa, yenə ifin şərti ödənməmiş olacaq. Çünki nə dedik? AND-in bizə ümumi true qaytarması üçün hər iki şərt eyni vaxtda ödənməlidir. Bunu ən rahat bu formada göstərə bilərik. True-nu 1 ilə, false-u 0 ilə işarələsək. Əgər AND-in hər iki tərəfi true olsa, ümumi nəticəmiz true olar. Əgər AND-in birinci tərəfi true, ikinci false olsa və yaxud birinci false, ikinci true olsa, ümumi nəticə hər iki halda false olar. Və təbii ki, hər iki nəticənin false olduğu halda isə yenə eyni şəkildə nəticəmiz false olacaq. Deməli, əgər biz AND istifadə ediriksə, hər iki şərtin eyni vaxtda ödəndiyi halları ifadə etmək üçün bundan istifadə edəcəyik. OR üçün isə eyni şəkildə izah versək, OR üçün, OR operatoru və ya deməkdir, və ya. Deyirik ki, if birinci şərt OR, daha sonra ikinci şərti yazırıq. OR operatorunun ümumilikdə bizə true nəticə verməsi üçün iki şərtdən birinin ödənməsi, birinin true olması kifayətdir. Yəni, birinci tərəf true olub, ikinci tərəf true olsa, ümumi nəticə true olacaq. Birinci true, ikinci false və yaxud birinci false olub, ikinci true olsa, yenə ümumi nəticə hər iki halda true olacaq. OR bizə nəhayət hər ikisi false olduğu halda false nəticə verir. İndi bunları nümunələrlə göstərək. Deməli, bayaq nə dedik? Koordinat müstəvisində neçənci lübdə yerləşdiyini tapacaq. X və Y koordinatlarına sahib nöqtənin. Deyirəm ki, diqqətli olaq. Əgər x böyükdürsə sıfırdan və eyni zamanda n və eyni zamanda y də böyükdürsə sıfırdan, onda mən nə deyə bilərəm? Print 1 deyə bilərəm, düzümü? Hər ikisi eyni zamanda ödənsə, hər ikisi eyni zamanda müsbət olsa, həqiqətən də birinci lübdə yerləşəcək. Deyirəm indi elif. Əks halda əgər. Nə dedim indi? X da sıfırdan kiçikdirsə və eyni zamanda Y də sıfırdan kiçikdirsə, hər ikisi eyni zamanda sıfırdan kiçikdirsə, deməli neçənci lübdə yerləşir? Print deyə bilərik ki, üçüncü lübdə yerləşəcək. Yenə bir dənə elif dedim. Əgər x sıfırdan böyük və eyni zamanda n və eyni zamanda y sıfırdan kiçikdirsə, x-in sıfırdan böyük olub, y-in kiçik olduğu halda, deməli nöqtəmiz 4-cü lübdə yerləşmiş olacaq. Deyərəm print 4. Artıq bunun else-sində isə müəyyən bir şərt yoxlamağıma ehtiyac yoxdur. Çünki əgər nöqtələr xətt üzərində deyilsə, koordinat xəttləri üzərində deyilsə, bu üç lübdən birində deyilsə, avtomatik deyə bilərəm ki, bu nöqtəm neçənci lübdədir? İkinci lübdə yerləşir. Yenə eyni şəkildə girişə müəyyən ədədlər verərək nümunələrlə baxa bilərik. Deməli, AND və OR operatorlarının AND-in istifadəsində nümunə gördük. Orada da nümunə versək. Ora isə belə bir nümunə verək. Gəlin. Tutaq ki, 2 dənə ədəd girişə verilir və deyək ki, girişə verilən ədədlərin hasilinin mənfi olub olmadığını müəyyən edən bir kod yazmaq istəyirik. İndi mənfi olub olmadığını yoxlayacamsa, müəyyən hallar var. Hər ikisinin mənfi olduğu halda
hasilləri müsbət eləyəcək, düzdürmü? Və yaxud ikisindən birinin 0 olduğu halda hasilləri 0 eləyəcək. Və yaxud ikisindən biri müsbət olsa, daha doğrusu hər ikisi eyni zamanda müsbət olsa hasilləri müsbət eləyəcək. Biri mənfi, biri müsbət olsa, bu bizə kifayətdir ki, nəticəmiz mənfi olsun hasilimiz. İndi deyirəm ki, əgər x bərabərdirsə 0-a və ya or y bərabərdirsə 0-a, onda hasilləri nə olacaq? Print. Qeyd edim ki, bu sualı ulduz işarəsindən, yəni hasil prosesindən istifadə etmədən yazıram ki, orun belə deyək, necə işlədiyini daha dəqiq başa düşə bilək. Yəni bunu sadə şəkildə də yaza bilərik, birazdan qeyd edərəm. Deməli, hər ikisi və yaxud ikisindən biri 0 olsa, onda ekrana əks olunacaq nəticə olacaq 0, düzümü? Hasilləri mənfi olmayacaq, yəni. Və yaxud hər ikisi müsbət olsa, deyirəm ki, elif x böyüdürsə 0-dan və eyni zamanda y böyüdürsə 0-dan, onda hər ikisi 0-dan böyüdürsə, hasilləri bunların müsbət ədəd eləyəcək, düzümü? Deyərəm ki, müsbət ədəd edəcək hasilləri. İndi birinci şərt ödəməsə, nəyi dəqiqləşdirmiş olaram? Ədədlər 0 deyil. İkinci şərt ödəməsə, dəqiqləşdirmiş olaram ki, ədədlər ikisi də müsbət deyil. İndi qaldı iki hal. Birinin mənfi, birinin müsbət olduğu hal və yaxud hər ikisinin mənfi olduğu hal. Bunu da nəzərə almaq üçün deyirəm ki, bu şərt ödəsin və ya, diqqətli olaq, eyni sətirdə yazıram, və ya or və ya x kiçikdirmi 0-dan və eyni zamanda y kiçikdirmi 0-dan şərtin yoxlayaq. İndi diqqətli olaq. Ya bu şərt, ya da bu şərt ödənsə kifayətdir ki, hasili müsbət olsun, düzdürmü? Bu şərt nə vaxt ödənir? Hər ikisi müsbət olanda. Bu şərt nə vaxt ödənir? Hər ikisi mənfi olanda. Düzü? Hər ikisi mənfi və yaxud hər ikisi müsbət olanda ekrana bunların hasillərinin, daha doğrusu işarəsi müsbət olur. Və else-də artıq nəhayət yaza bilərəm ki, print mənfi. Yəni, hasillərinin işarəsi mənfi olacaq. Bu da orla əndin həm paralel, həm də orun yalnız istifadəsinə nümunə ola bilər. İndi isə sizə bir sətirdə if-i necə yaza bilərik, qısaca ondan danışacağım və iki fərqli ifadədən, iki fərqli operatordan da əlavə danışacağım ki, istifadə edə bilərsiniz. Əvvəla, qısaca if-i necə yaza bilərik bir sətirdə? Tutaq ki, bizim A dəyişənimiz var, qiyməti 7-dir. Deyirəm ki, diqqətli olaq, bir sətirdə if-in yazılışı bu formadadır. Birinci yazırıq, icra olunacaq. If-in şərti ödəndiyi təqdirdə icra olunacaq prosesi. Yazıram print A. Sonra deyirəm ki, print A, amma əgər A böyükdürsə 3-dən. A böyükdürsə 3-dən. Bir də deyirəm else print tutaq ki xeyr. A dəyişəninin 3-dən böyük olub olmadığını yoxlayıram. Diqqətli olaq. Birinci yazdım. If-in ödəndiyi təqdirdə icra olunacaq prosesi. Daha sonra if yazdım. Daha sonra şərti qeyd elədim. Və else-sində isə dedim print xeyr. İndi A 7-dir və bu şərt ödənir. Onda ekrana əks olunacaq olan nəticə olacaq A-nın qiyməti. Yəni 7 özü. Kodu icra eləsə ekrana 7 əks olunacaq. A-nın qiyməti 7 yox. Tutaq ki, mənfi 7 olsa, onda ekrana əks olunacaq olan nəticə olacaq 7 yox, bu dəfə xeyr.
Niyə? Çünki ifin şərti ödənmədir və bu prosesi icra eləməyəcək. Avtomatik else işləyəcək və print xeyir deyəcək. Yəni bir sətirdə if yazan zaman diqqətli olaq şablon formasında. Deyirik birinci kod. Daha sonra if. Daha sonra burada şərti, ifin şərti və else və yenə nəticədə kod yaza bilərik. Yəni ifin bir sətirdə yazılmasının şablonu bu formadadır, istifadə edə bilərsiniz. İndi isə sizə not və in açar sözlərindən, operatorlarından danışacağam. Fərz edək ki, bir dənə siyahımız var, elə siyahısı olsun. İçində də müəyyən elementlər olsun. Tutaq ki, 3, 5, 6. Çox bir şey yazmağa aslında ehtiyac yoxdur. 3, 5, 6 olsun. Bir dənə də sətrimiz olsun. İçində olsun, tutaq ki, Python ifadəsi. İndi diqqətli olaq. Dedik ki, 2 dənə açar sözdən danışacaq. Bunları da qeyd edirəm yuxarıda. Biri notdur. Not. Biri isə nədir? In. In nə deməkdir? İçərisində. Not isə nəyəsə inkarlıq verən bir açar sözdür. İndi deyirəm ki, əgər tutaq ki, S diqqətli olaq. Əgər S bərabərdirsə bu ifadəyə Python onda deyirəm print yes. İndi diqqətli olaq. Cari kodumuz üçün S-in qiyməti həqiqətən də Python ifadəsinə ekvivalentdir. Hər ikisi string tipdən olan Python ifadələridir. Onda kodu icra eləsə ekrana əks olunacaq olan nəticə olacaq yes ifadəsi. Düzdürmü? Amma biz not belə deyək, operatordan istifadə eləsək, gəlib bunun qarşısına not yazsam, diqqətli olaq. Bu nəticəsi true'dur, düzdürmü? Bərabərdirmi sualın verəndə biz buna hə deyirik, true deyirik. Amma qarşısına not yazsam, notdan sonra yazacağım şərtin nəticəsi nədirsə, onun əksinə çevirəcək not. Yəni true'dursa false eləyəcək, false'dursa true eləyəcək. Onda gəl bu kodun else-sini də yazaq. Else print no. Əgər kodun else-sini də bu formada yazsam, indi diqqətli olaq, ifin şərti normalda ödənirdi. Yəni burada yazdığım şərt bizə true verir. Amma not dedik, bunu inkara çevirir, düzdürmü? İnkara çevirsə avtomatik if ödənməmiş olacaq, onda ekrana əks olunacaq olan nəticə olacaq no ifadəsi, düzdürmü? Yəni notun işləmə məntiqi bu cürdür. İndi inə baxsaq, in nə deməkdir? In dedik ki, içərisində və yaxud daxilində deməkdir. İçərisində və yaxud daxilində deməkdir. Deyirəm ki, bu print no ilə yes olduğu kimi qalsın burada. Print no, print yes. Düzdürmü? Deyirik ki, əgər 5, tutaq ki, if 5 in ls. Əgər bu qiymət ls siyahısında varsa, belə bir sual verir, onda print yes. Yəni bu 5 ls siyahısının içində varmı sualının cavabı true olduğuna görə ifin şərti ödənəcək. Onda ekrana əks olunacaq olan nəticə olacaq yes. Əgər biz desəydik ki, tutaq ki, 15 if 15 in ls, yəni ls-in içində 15 varmı? Onda else işləyəcəkdir, çünki bu true deyil, false'dur və avtomatik else işləyir, deyəcək bizə no, yəni yoxdur. Başqa cür yenə ini necə istifadə edə bilərik? Tutaq ki, deyərəm ki, if dırnaq içində h in s.
H simvolu S-in içində varmı? Kod icra eləsə ekrana əks olunacaq nəticə olacaq yes ifadəsi. Çünki həqiqətən də S-in içində H simvolu istifadə olunur S sətrinin içində. Əgər olmasa desəm ki, if tutaq ki, S in S, yəni S sətrinin içində S simvolu varmı? Bu suala cavab təbii ki, false-dur. Yəni burada S simvolu yoxdur. Onda əks olunacaq ekrana no ifadəsi. Çünki if-in şərti ödənmir, avtomatik else işləmiş olacaq. Şərt operatorları haqqında danışacaqlarımız bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videoları izləməyi unutmayın.